bir dəfə də olsun Allahı diqqətlə çağıraq. Allahı diqqətlə çağıraq. Ud'uni bil qulubil xaliyə. Allah buyurur ki, məni boş qəlblərlə çağırın. Qəlbinizi hər şeydən boşaldın. Nələr sizin qəlbinizi zəbt eləyib, nələr sizin qəlbinizi məşğul eləyir, onların hamısını çıxardın, hər şeyi boşaldın qəlbinizdən, boş qəlblərlə məni çağırın. Əstəcib ləkum bid-dərəcətil aliyə. Mən də sizi ən ali dərəcədə qəbul eləyim. Cavabınızı ən ali dərəcədə verim. Və bundan artıq Allah bizə nə eləsin, nə fürsət yaratsın. Ud'uni bil xavf və rəca. Məni qorxu və ümid halında çağırın. Günahlarınıza baxın, ümidsiz olun. Rəhmətimə baxın, ümidlənin. Ud'uni bil xavf və rəca. Qorxu və ümid halında məni çağırın. Ki, əc'əl ləkum min kulli əmrin xərəcən məxrəcə. Mən də bütün bağlı qapıları sizin üzünüzə açım. Biz də gəlmişik, deyirik, ilahi, biz səni itirmişik. Biz səndən qəflətdəyik. İl uzunu biz səndən xəbərsiz olmuşuq. Səndən qəflətdə olmuşuq. Sənə mərifətimiz olmayıb. İmam Hüseyin əleyhissalam Ərəfə duasında deyir. İlahi, səni tapan nəyi itirib? Səni itirən nəyi tapıb? Allah baxır bizim halımıza, gileylənir bizdən. Bizim yerimizə bizdən narahat olur. Təznubu və la təstəğfir. Deyir, günah eləyirsiniz, amma bağışlanmaq istəmirsiniz. Günahı başa düşdüm. Sənin bir təbiətin var ki, sən günaha meyillisən. Günah eləyən bir biçimdə yaradılıbsan, amma yaxşı günah elədin, bəs niyə bağışlanmaq istəmirsən? Bağışlanmaq istə ki, səni bağışlayım, səni qəbul eləyim. Biz də deyirik ki, ilahi, biz də gəlmişik, bizi qəbul elə, bizi bağışla.